Bitki qaynatmalarından ona ver, mütləq düzələcək. Məryəm gəldi, bax. Deyirlər ki, kəramət sahibidir. Onun haqqında çox söz deyirlər. Deyirlər ki, o bir çox insanlara şəfa verib. Get ona salam ver və əllərindən öp. Yaxşı olarsan qızım, get. İstəmirəm. Get qızım, inad eləmə, get. Salam, Məryəm. Onu məbədə nəzir eləyiblər. Nəzirin verilməsi vaxtı gəlib çatıb. Qorxuram o getsə bərəkət də bizim həyatımızdan gedər. Siz heç narahat olmayın. O məbədə getməyəcək. Çünki o bir qızdır. Məbədə daxil olmağa ixtiyarı yoxdur, hə? Hamı belə danışır. Tək mən deyiləm ki. Yahudilərin ləyaqəti yaxşı. Çox yaxşı. Deyin görüm nə baş verib ki, Yahudilərin şərəf və ləyaqəti təhlükədədir, hə? Cənab, məbədə bir qız uşağını buraxmaq istəyirlər. Yaxşı. Burada nə var ki? Bu bizim şəriətimizə ziddir. İmanlı Yahudilərin çoxunun qəlbi bu utandırıcı təklifdən yaralanmışdı. Əgər cənab padşah bunun qarşısını alsa, bütün Yahudilər şad olarlar. Bütün Yahudilər şad olarlar. Bəli, əlahəzrət. Onda icazə verin sizə bir şey deyim. Siz kahinlər xəzinə üstündə oturmuş əfilana bənziyirsiniz. Əslində isə onun dəyərini qətiyyən bilmirsiniz. Allahın məbədini öz cənginizdə saxlamısınız ki, sizdən başqa kimsə ona ibadət eləməsin. Güya ki, Allahın nümayəndəsi ancaq sizsiniz. Təcrübəsiz miskinlərə oxşayırsınız. İmanınızı toyuğun bir buduna satırsınız. Yaxşı, indi dərdiniz nədir? Nə istəyirsiniz? Kimsə sizi narahat eləyir, əlahəzrət. Deyin onu kafir elan eləyək. Yaltaqlıq. Yaltaqlıqdan artıq bezmişəm. Mən o Musanı qəbul edirəm ki, Firon və Fironun adamlarını tanımadı. Bilirsiniz kimlə danışıram. Tövratı cümlə öz xeyrinizə təhrif edirsiniz və Allah kəlamı əvəzinə cəmaata sırıyırsınız. O günlərdə Zəkəriyya ilə görüşməmisiniz? Herod bu arzunu özü ilə qəbir aparacaq. Zəkəriyya canlı Tövratdır, bu da onu təhrif eləməyinizə imkan vermir. Nəysə, yaxşı, indi deyin görüm, bu qız kimdir? O, İmranın qızı Məryəmdir. Dayan görüm, bu həmin qız deyil ki, neçə il əvvəl Məsihin yerinə anadan olmuşdu? Həmin qızdır, Əlahəzrət. O artıq bir dəfə bizi lərziyə gətirib. Əlahəzrət. İmranın övladı qız olanda biz elə fikirləşirdik ki, bütün söz-söhbətlər bitib. Amma indi İmranın etdiyi nəzirə əsasən onu məbədə gətirmək istəyirlər. Cənablar, bu 5-6 yaşlı qız sizi bu qədər pərişan eləyib ki, mənim sarayıma qoşun çəkmisiniz? Bilirsiniz ki, mən məbəd və kahinlərin daxili məsələlərinə müdaxilə eləmirəm. Ona görə ki, mənim öz işlərim kifayət qədərdir. Əlahəzrət, bu qız Zəkəryanın evində tərbiyə alıb. Onun məbədə gətirilməsi bizim üçün sirdir. Kahinlərin bəzisi də onun tərəfindədir. Bu məsələni çətinləşdirir. Böyük Herod sağ olsun. Cənab Yasakarın mənə belə müraciət eləməsindən məlum olur ki, nə isə ciddi bir məsələ var. Yaxşı, irəli gəlin. Mən sizi dinləyirəm. Əgər Məryəmi məbədə bıraxsaq, bu işlə onun müqəddəs olduğunu və Zəkəryanın peyğəmbərlik iddiasını qəbul etmiş oluruq. Onsuz da cəmaatın əksəriyyəti onu pak, müqəddəs kimi tanıyır. Qoy tanısınlar. Məyər siz insanların paklıq və müqəddəsliyi üçün moizə eləmirsiniz? Bəli, cənab. Amma o qızdır, qız. Məryəm Yerusəlimin məbədini çətinliklərlə üzləşdirəcək. Bəsdir, cənablar, bəsdir. Belə çıxır ki, Yerusəlim məbədinin Məryəmdən başqa işi gücü yoxdur. Cənab Yasakar, mənə deyin görüm söhbət nədən gedir? Ne üçün bu qız sizin hamınızı bu qədər narahat edir? Bəlkə burada başqa bir iş var ki, mənim xəbərim yoxdur. Əla həzrət,
O, məbəddə Zəkəriyanın nüfuzunun qüvvətlənməsinə səbəb olacaq. Buna qətiyyən yol vermək olmaz. Və sən Heyləlin canişinliyi üçün indidən özünü hazırlayırsan. Mən Böyük Herodun baxışından razılıq hiss elədim. Bilirsiniz ki, Heyləl məbədin idarəsində bacarıqsızdır. Mənsə məbədi siz istədiyiniz kimi idarə eləyəcəm. Eləsə diqqətlə qulaq as Yasakar. İndi ki, Zəkəriyyə sazişə getməyəcək, qoy onda bu qız məbədə gəlsin. Əlahəzrət, Əgər bu qız cəmaatın arasında olsa, istər-istəməz mənfi təsir yaradacaq. O, öz ayağı ilə məbədə gəlmək və sizin tələnizə düşmək istəyir. Elə isə qoyun gəlsin, məbəddə onu cəmaatdan ayırın. Qoy tənha və köməksiz qalsın. Sonrasa istədiyiniz kimi onunla rəftar edə bilərsiniz. Eybi yox, bugün şurada hər şey aydınlaşar. Mən belə eləyə bilərdim. Yağmurçuluq ola bilmər. Ola bilmər. Mütləq almalıyıq. Kahinlərin böyük yığıncağına gedirlər. Axı bir qızın məbədə gəlməsinə kim icazə verər? Atam deyir, əgər bir qız məbədə daxil olsa, məbəd binası dağılar. Məbəd binası dağılar? Sonra nə olar? Atam belə deyir. Əgər sənin də atan olsaydı, bilərdin bu iş nə qədər pisdir. İndiyə kimi heç bir qız xidmətçi olmayıb. Zəkəriyyə Allahın peyğəmbəridir. O atalarınızdan çox bilir. Hər nə deyirsə düz deyir. Yusif əmisi qızını müdafiə eləyir. Qızlar oğlanlardan yaxşı işləyirlər. Əgər o gəlsə, bütün işlərimizi ona tapşırarıq. Hə, düz deyirsən. Qab-qaçaqları da verərik, o yeyər. Əvəzində yerdə qalan yeməyimizi ona verərik. Ağlınızı başınıza yığın. Nə qədər ki mən məbəddəyəm, əmim qızı haqqında heç kəsi bir söz deməyə belə qoymayacağam. Qısası özünüzü gözləyin. Məni vurdun, indi sənə göstərərəm. Al payını. Onu məbədə buraxmaq olmaz. Bu bizim şəriətə vermək olmaz. Bu bizim şəriətə ziddir. Buna yol vermək olmaz. Məryəmi məbədə Bu səs-küyün hamısı Məryəmə görədir. Görərsən, onlar Məryəmi bura qoymayacaqlar. İmamın məbədini təhqir etmək istəyirlər. Bu ağla sığmazdı. Buna yol vermək olmaz. Ağalar, sakit olun, bəs dedin. Sakitləşin, qulaq asın. Keçin yerinizə. Sakit olun. Bəsdir mübahisə elədiniz. Son nəticəyə gəlməyin vaxtıdır. Bərisilər, nəticələrinizi elan edin. Cənab, biz bu günlər ərzində öz fikrimizi bildirmişik. Cənab Sirgiya, bərisilər həmişə çox mücərrəd danışırlar. Siz səduqilərin fikrini bildirin. İcazənizlə. Cənab Heyləl, bəhsin nəticəsi aydındır. Biz səduqilər və fərisi qardaşlarının əsaslı fikir müxtəlifliyi yoxdur. Allaha şükr edirik ki, Yahudilərin arasında ehtirama layiq firqə olan fərisilərin rəhbərliyini təqvallı və alim bir kişi əlinə almışdır. Buna görə təklif eləyirəm, son fikri cənab Yasakar elan eləsin. Biz ona qarşı çıxmayacaq. Arxayın olun. Cənab Heyləl, cənablar, Səduqi qardaşlarına gözəl niyyətlərinə görə təşəkkür edirik. Xüsusilə bütün kahinlərin hörmət etdiyi cənab Sidqiyaya. Yahudi böyükləri arasında birliyin səmərəsi göz qabağındadır. Onlar Musanın şəriətinin qorunmasında sabit qədəm və möhkəmdirlər. Bəni İsrail ağır günləri arxada qoymuş. İndi cənab Heyləlin ağıl və iş bilməsi ilə yeni dövrana daxil olmuşdur. Hazırda böyük qərarın qarşısında durmuşuq. Mənim zehnim də uzun müddət bununla məşğul idi. İndi cənab Heyləldən icazə istəyirəm.
Çox məsuliyyətli olsa da, öhdəmə qoyulmuş bu son fikrimi elan edeyim. Buyurun. Daha çox sabitlik və sakitliyə ehtiyacı olan, Yəhudi ölkəsinin hazırki şəraitinə əsasən və gündən günə çətinləşən ölkənin cari vəziyyətini, bütpərəstlərin yeni hakimiyyət təhlükəsini nəzərə almaqla mən elan edirəm. İmranın qızı Məryəmin xidmət üçün Yerusəlim məbədinə daxil olma hadisəsi haqqında mən qərara gəlmişəm. Məryəm məbədə daxil ola bilər. Necə danışır? Mən düz eşitdim. Qulaqlarıma inanmıram. Başa düşə bilmirəm. Buna yol vermək olmaz ola bilər. Nə isə eləmək lazımdır. Neynədiz cənab yasakar? Salam mənim əziz Yusifim. Salam cənab Zəkəriyya. Taxtaları sizin üçün sırayla düzdüm. Ehtiyatlı ol. Bunlar sənin üçün ağırdır. Eybi yoxdur. Mən sizi çox istəyirəm. Çünki siz başqaları kimi mənə göstəriş vermirsiniz. Əgər göstəriş versəz də, mənim xeyrimə olan iş üçün verirsiniz. Bəs əmim qızı necədir? Məryəm? Yaxşıdır. Sənə salam göndərdi. Burada kahinlər yalnız Məryəmdən danışırlar. Kaş ki onu görə biləydim. Bəlkə də onu görə bildin. Necə? Axı mənim vaxtım bitməyənə kimi məbəddən çıxa bilmərəm. O vaxtı yəqin ki, mən qocalmış və əldən düşmüş bir kahin olacam. Bəlkə özü səni görməyə gəldi. Bura? Doğrudan? Deməli ona giriş icazəsi veriblər? Şura icazə verdi? Bəli. Onun üçün burada bir daxma tikmək istəyirəm. Bax, o divardan bura qədər. Daxmanın qapısı da oradan olacaq. Necədir? Bu taxtalarla? Bəli. Elə isə icazə verin, mən sizə köməkliyim. Onda niyə oturmusan? Mən indi neyniyim? O taxtaları ver mənə. Buyurun. Zəkəriyyanın işindən heç başa Elədi. Bizim istədiyinə çatdı. Allah bunun axırını xeyir eləsin.
Cənab Zəkəriya, axır ki sizi tapdım. Davud əzizim, Bütün ətraf meşələrdə sizi axtarmışam. nə xəbər gətirmisən? Eşitmişəm ki, məbəddə Məryəm üçün bir daxma tikirsiniz. Düzünü bilmək istəsəz, Cənab Zəkəriya, yanınıza gəlmişəm ki, əgər qəbul etsəz, hücrənin tikintisində sizə kömək eləyərdim. Kömək eləmək istəyirsən? Kahinlik şəninin alçalmasından qorxmursan? Kahinlik şənim Zəkəriya Peyğəmbərin ayağının tozuna fəda olsun. Siz halal yoldaşlayırsınız və başqa kahinlər kimi zahiri əlamətlərə bağlı deyilsiz. Afərin sənə Davud. Bil ki, bu məsuliyyət və vəzifələr, bu dərslər və müzakirələr, bu paltar və dərəcələr səninlə xaliqin arasında bir maneə yarada bilər. Əgər belə olduğunu görsən, özünü çoxlu zəhmətə qatlaşdır və nəfsini torpağa at. Bəlkə onda Allah ruhunu yenidən təmizlədərək sənə lütfkarlıq elədi. Mən hazıram, ustad. Onda gedək. Görürsünüz cənab Yasakar. Otaq tikir. Kimin üçün? Məryəm üçün. Məryəm üçün? Elə yuxarıda? Davud da ona kömək eləyir. Qəribədir. Heç bir icazəsi olmadan məbəddə tikinti aparır. Məryəmi öz hücrəsinin yuxarısına yerləşdirir ki, onun himayəçiliyini özlərinə götürsün. Mən bu məbədin müəllimiyəm. Məryəm də mənim şagirdim olacaq. Hücrəmin kənarında bir anbar boşdur, deyərəm, onun üçün hazırlayarlar. Cənab Mikail, mövzu Məryəmin harda qalması deyil, onun himayəçilik məsələsidir. Mən İmranın başçısı oğluyam və Məryəmə himayədarlığı özüm eləməliyəm. Boş-boş danışmayın. Əgər məsələ qohumluqdadırsa, elə mən də onun qohumuyam. Siz çox yaxşı bilirsiniz ki, Məryəm də məbədin digər xidmətçiləri kimi mənim himayəm altındadır. Onun himayədarı yalnız mən olacam. Yox, bu belə deyil. Sənsən Məryəmin himayədarı? Bütün xidmətçi uşaqlar mənim yanımda dərs oxuyurlar. İndi ki, bu qız zorla bu məbədə gəlib, gərək mənim nəzarətim altında olsun ki, ona lazım olan elmi və tərbiyəni verim. Məni cana yığdınız. Başından böyük danışma, əyləş! Sizdən gözləməzdim, cənab Gərbağım. İndi də zor işlədirsiniz. Yaşınıza baxmayaraq, siz mənə heç bir təzyiq göstərə bilməzsiniz. Dey görüm, sən nə istəyirsən? Dava eləməyin. Sakit olun. Əyləşin. Əyləşin. Bəyəm mən nəsə dedim? Bəs ağalar. Qulaq asın. Mühüm bu deyil ki, bizdən hansı birimiz Məryəmin himayədarı olaq. Mühüm odur ki, Məryəmə himayədarlığı Zəkəriya eləməsin. Zəkəriyanı elə biabır eləyin ki, belə bir işə cürəti də çatmasın. Cənab Zəkəriya. Cənab Zəkəriya. Nə olub, Davud? Bütün kahinlər şəhərlərdə cəmaatı sizin əleyhinizə qaldırıblar. O ki, təzə bir şey deyil. Amma cənab Zəkəriya, onların məqsədi budur ki, siz Məryəmin himayəçisi olmayasınız. Ay parçala, yaxın gəl. Baxım görüm malına. Çin malıdır, özüm getirmişəm. Bu Çin malına oxşamır. Çox gözəl, keyfiyyətli maldır. Buyur lan, toyuq. Yaxşı toyuqlarım var. Hə, bax ona. Yarın toyuqlardır. Yox, gəl, yox, çox baha. Alma alın. Çox baha vermirəm. Salam, salam. Özü də şirin almalar. Baxın, cənab Zəkəriyadır. O da bazardan alış-veriş eləyir. Deyəsən, çörək almaq istəyir. Məyər Peyğəmbər də bazara gələ?
Məyər cənab Zəkəriyanın xidmətçiləri yoxdur ki, onun yerinə bazarlıq eləsin? Bu necə peyğəmbərdir ki, adi adamlar kimi bazara gedir, çörək alır, yemək yeyir. Düz deyir. Niyə onun üçün bir mələk nazil olmur ki, cəmaatı axirətin mövcudluğu ilə qorxutsun? Ya da niyə səmadan onun üçün bir xəzinə enməyib? Və ya niyə bağı yoxdur ki, onun meyvəsindən yesin? Qəribədir. Bu adamlar ona necə inanırlar? Həqiqətən də siz cadulanmış adamın ardınca gedirsiniz. Hələ siz bir bunun paltarlarına baxın. Belə də peyğəmbər olar. Məndən öncə də göndərilən peyğəmbərlər yemək yeyər və istədikləri vaxt bazarda gəzərdilər. Allah Taala bizi bir-birimiz üçün vasitə qərar verdi. Allahımız hər şeyi görəndir. Cənab Zəkəriyya, nə üçün siz digər kahinlər kimi məbəd nəzirlərindən və hədiyyələrindən istifadə eləmirsiniz və dülgərliklə ömür keçirirsiniz? Bu insanları aldatmaq deyilmi? İndiyə qədər öz əlinin zəhmətindən savayı insanlardan və dünyadan bir şey uman peyğəmbər eşitdinizmi? İsrail övladlarının qüdrətli padşahları olan Davud və Süleymanın məmləkətin xəzinələrinə sahib olduqları halda sənətkarlıq və zireh toxumaqla dolandıqlarını eşitmədiniz? Amma elə peyğəmbərlər olub ki, ümmətləri onları yalnız qoyub, sözlərini inkar etdilər, əhali onlara əziyyət verib qətlə yetirdilər. Həmin insanların necə rüsvay olaraq ilahi əzaba düçar edildiklərindən xəbəriniz yoxdur? Onlar Zəkəriyyəyə söz çatdıra bilməzlər. Əlbəttə. Axı o Allah. Onlar hara Zəkəriyyə? Hə, düz deyirsən. Salam İlyas. Salam cənab Zəkəriyya. Nə olub? Qanın niyə qaradı? Yorulmuşam. Əgər istəyirsənsə gedə bilərsən. Get, sabah gələrsən. Cənab Zəkəriyya, heç bilmirəm nə deyim. Ümumiyyətlə bilmirəm deyim ya deməyim. Sən də məni tərk eləmək istəyirsən? Dülgərlikdən bezmişəm. Ümumiyyətlə bu iş mənim üçün deyil. Əvvəllər belə düşünməzdin. Qardaşım oğlu məni Betlehemə çağırır. Deyəsən xəstədir. Deyirəm, ticarət üçün ora gedərəm. Həm də qardaşım oğlunun qayğısına qalaram. Bilmirəm. Çox yaxşı. Orada bir dükan aç və işlə məşğul ol. Sən bacarıqlı bir dülgərsən. İstədiyin vaxt bura qayıda bilərsən. Mən sənə alışmışdım. İlyas, mən sənə və qardaşın oğluna dua edəcəm. Məni bağışlayın. And içirəm ki, ustadım Zəkəriyyə Allahın peyğəmbəridir və bütün vədləri xalis həqiqətdir. Amma neyniyim ki, mənim dözümüm sizin imanınız qədər deyil.
Salam. Salam. İlyas hara getirdi baba? Bir hadisə baş verib. Öz şəhərinə qayıdır. Mən onun üçün yemək gətirmişdim. Eybi yoxdur. Görüm nə gətirmisən. Onda sən tək qaldın? Mən tənhalığa adət eləmişəm. Cənab Zəkəriyya. Cənab Zəkəriyya. Salam olsun cənab Yasakara. Xoş gəlmisən. Salam. Görürəm ki, bu köhnə evdən əl çəkməmisiniz. Siz uzun illərdir bu evə ayaq basmamısınız. Buyurun içəri əmi oğlu. Elə burada oturaram. Burada mənim köhnə xatirələrim canlanır. Allah rəhmət eləsin. Cənab İmran elə burada otururdu və imanla Tövrat oxuyurdu. Əlbəttə, kaş daha çox həmin anların qədrini biləydik. Mən dəcəl idim, sənsə sakit və ağıllı. Amma heç vaxt ağlıma gəlməzdi ki, sənin bu sükutunun səbəbi bir gün İmranın canişinliyini ələ keçirməkmiş. Ocağın üstündə isti süd var. İcazə versin sənin üçün gətirərəm. İstərdim Məryəmin məbədə gətirməzdən əvvəl bir sıra mətləbləri sizə xatırladım. Amma aramızda qalsın. Elə buna görə özüm şəxsən sizin görüşünüzə gəldim. Buyurun. Sən yaxşı bilirsən ki, əgər istəsəydim, Məryəmin məbədə girişinin qarşısını ala bilərdim. Mən də bu ilahi tədbirə təəccüb eləyirəm. Səhv eləmə Zəkəriyya. Allah bu işlərə müdaxilə eləmir. O, mən idim ki, şurada kahinlərin fikrini döndərdim. Bəli, eşitdim və təəccüb elədim. Niyə belə elədin? Əvvəl səndir, bu qızı məbədə gətirməkdə məqsədin nədir? Heç inanmıram ki, bu sadə bir nəzir olsun. Sən İmranın da peyğəmbərliyinə inanmamışdın. De görüm, indi nəyə inanmağımı istəyirsən? Qız barədə nə iddiam var? Kimsə bizim bilmədiyimiz bir şeyi mi iddia eləyib? Məni allada bilməzsən, Zəkəriyya. Yox, həqiqəti bilmək istəyirəm. Hiss eləyirəm ki, bu qızda sirlər var. Bizdən nə isə gizlədirsən. O sadəcə 6 yaşlı bir qızdır. Şübhəsiz ki, sən bu sözlərə görə bura gəlməmsən. Son sözünü de. Mənim sözüm Məryəmin himayəsi haqqındadır. Zəkəriyya, sən bilirsən ki, mənim məbəddə böyük nüfuzum var. Buna görə də onun himayəçisi mən olmalıyam. Onun tədrisi ilə məşğul olaram. Sənin axı yolun uzaqdır. Həmişə ona baş çəkə bilməyəcəksən. Bir də ki, mən Məryəmin qovmuyam. Övladım da yoxdur. Özüm də təkəm. Heç vaxt. Görərik. O kim idi baba? Yasakar. Bizim qohumlarımızdandır. Deyirlər onun atamla düşmənçiliyi olub.
Bəli, elədir. Ümid eləyirəm səninlə düşmənçilik eləməz. Səbirli olun. Gerçəkliklə hesablaşmaq lazımdır. Məyər Məryəm mənim himayəmdə deyil? Cənab Zəkəriyya, Məryəmin nə qədər dəyərli olduğunu yaxşı bilirsiniz. Qohumlarınızın da, kahinlərin də onun himayəçiliyi üstündə münaqişəsini başa düşməlisiniz. 4 səbəbə görə o mənim himayəmdə olmalıdır. Birincisi, o mənim evimdə böyüyüb. İkincisi, mənimlə həmsöhbətdir. Üçüncüsü, anası onu mənə tapşırmışdır. Dördüncüsü isə... Və dördüncü odur ki, Allah sənə bir övlad əta eləməyib. Xeyr. Dördüncüsü isə, mən bu qiymətli incinin qədrini hamıdan çox bilirəm. Oo. Kaş İmran sağ olaydı və özü bu işi boynuna götürəydi. Birincisi budur ki, anası onu məbədə tapşırıb. Sənə yox. İkincisi budur ki, sənin dediyin ünsiyyət və ülfət uşaqlarda tez keçir. Cənab Heylər, mən öz hüququmu müdafiə edirəm. Bu qədər mübahisə eləməyin. Məyər siz inanmırsınız ki, Məryəm Allahın pənahındadır? Bəli, elədir. Mən hamınızın fikrini dinlədim. Məbədin qanunlarına əsasən belə hallarda ixtilafı aradan qaldırmaq üçün ən ədalətli yol budur ki, püşk ataq. Bəs püşk Zəkəriyanın xeyrinə çıxmasa? Bax, onların da istədiyi elə budur. İstəyirlər Məryəm tamamilə onların ixtiyarında olsun. Məryəm. Görəsən bu püşkətmanın axırı necə olacaq? Görərsiniz, püşk bizim xeyrimizə çıxacaq. Çünki qadının məbədə Çox mənalı məsələdir. Allah özü qadağanır. Natan, Bəli, sən də bu püşk atma mərasimində iştirak eləyirsən? bəli. Mən də istəyirəm qohumluq əhdimə əməl eləyim. Düşünmürəm ki, bu iş sizə qarşı olduğumu bildirsin. Amma nəticə birdir. Əziz Natan, mən həqiqətən sənə görə nigaranam. Niyə fikirləşirsiniz ki, bizim hər bir işimiz sizə qarşı çıxmaqdır? Məyər bizə demirdiniz ki, təkəbbür və özünü dartmaqdan çəkinin, yadınızda deyil? Yaxşı. Bəs necə olur ki, indi özünüzü başqalarından üstün tutursunuz? Amma Natan, bu Allahın peyğəmbəri olan İmranın qızıdır, məni də tanıyırsan. Cənab Zəkəriyya, İmranın peyğəmbərlik dövrü çoxdan keçib. Artıq yanlış düşüncə və xurafat zamanı sona çatıb. Natan, nə dediyini anlayırsan? Bəli, yaxşı anlayıram. Mən özümü hər bağlılıqdan azad elədim. Hətta sizdən belə azad oldum. Mən artıq rahat və sərbəstəm. Gəldiniz, mərasimə başlaya bilərik. Ey Yahva, özün ədalətlə mühakimə elə. Məryəmin qohumlarının arasından himayədarı sən özün seç. Qələmlərinizi suya atın. Hansı qələm suda sona qalsa, onun sahibi Məryəmin himayəçisidir.
bütün mübahisələrə bəsmiş. Allah Məryəmin himayəsini sənə həvalə elədi. Biraz səbr eləyin cənablar. Biz püşkatmanı təkrar eləməliyik. Püşkatma düz yerinə yetirildi. Hamınız gördünüz. Gedək. Mənim etirazım var. Mən deyirəm, püşkatmanı bir daha təkrar eləyək. Yaxşı evdir. Nəhayət ki, başa çatdı. Siz istedadlı dülgərsiniz. Hücrə möhkəm və gözəl alındı. Sağ ol. Fikirləşmirdim ki, belə tezliklə qutararıq. Nailin qızı Hənnəyə salam olsun. Salam olsun Allahın peyğəmbəri cənab Zəkariyaya. Orada nə edirsən? Məni bağışlayın. Mən... Sözüm var. Xeyr, xeyr. Məryəmi görməyə gəlmisən? Sizə bir sualım var cənab Zəkariya. İmranın qızı Məryəm vəd olunmuş Məsihin anası ola bilər? Bunu sənə kim deyib? Heç kəs. İmranın öncədən dedikləri yalnız bu cür gerçəkləşə bilər. Məryəm dünyaya gələn andan bu şəhərə xeyir-bərəkət üst tutub. Heyvanların südü çoxalıb, balaları artıb. Cəlilə cəmaatının güzaranı yaxşılaşıb. Kəndlilər də çox razıdılar. Çünki məhsul çoxalıb. Onun gözlərinə baxanda elə bir şey görürəm ki, izah eləməyə qüdrətim çatmır. Onda müqəddəslik var. Məsihin anası olmağa necə də layiqdir. Bu barədə kimsəyə danışma. Kimə deyəcəyim? Danışmağa adamım var ki, bu şəhərdə təkəm. Hənnə, Məryəmin düşmənləri çoxdur. Bu sözləri deməklə onun üçün təhlükə yaranar. Xüsusilə də məbəddə tənha yaşamalı olduğu indiki halda. Məryəm, pərişan görsənirsən. Allahın evini görmək istəyirəm, baba. Sevinirəm ki, ona xidmət eləyəcəm. Çox sevinirəm. Amma anamdan uzaq olmaq... Bilirəm. Çətindir. Baba, siz mənim yaşımda olanda atanız yox idi? Mən də yetim idim. İlahi peyğəmbərlər və övliyaların çoxu uşaq ikən yetim qalıblar. Niyə? Bu işin böyük hikmətləri vardır. Kimsəsiz böyüyən insan məhəbbətin qədrini daha çox bilər. Bəlkə də uca olan Allah uşaq yaşlarından etibarən yetimin ruhunu və qəlbini özü üçün istəyir ki, yetim də belə böyük tənhalıqda yalnız Allahı görə və yalnız Allahı istəyə bilsin. Peyğəmbər və övliyaların tənhalığı yaradılışın böyük sirri və onların məhəbbət xəzinəsidir. Baba,
Onda mənim üçün dua eləyin ki, mən də məhəbbətdə tənhalığımı Allahın eşqi ilə doldura bilim. Mənim əzizim, qəlbini onun eşqini qəbul eləmək üçün açıq saxla, unutma. O hər bir anadan daha mehriban və hər bir atadan daha çox əl tutandır. Məbədin xidmətçi və kahinlərindən uzaq ol. Onların bəzisi ürəklərində atan İmrana kim bəsləyirlər? Heç bir halda qəzəblərinə tuş gəlmə və onlardan ehtiyat et. Yaxşı baba, ehtiyatlı olacağam. Gedək.